Salamlar, hər vaxtınız xeyir olsun. Növbəti vloqdan hər birinizi salamlayıram. Bugün bazar günüdür və bizim bugün burada son günümüzdür. Bugün axşam da buradayıq, sabah inşallah çıxacağıq buradan. Belə, uşaqlarla indi hazırlaşdıq, səhər durdum, mən də makyaj elədim, geyindim filan, hazırlaşdıq, gedirik hara? Səhər yeməyinə, ya da səhər yeməyimizi yeyək. Ən sevdiyim oteldə səhər yeməyidir də qızlar. Bir yandan da gedim, bugünün vlogunu editleyeyim, hazırlayayım. Vlog biraz uzundu, görək kəs-küs montaj. Hələ çox mən montaj edən deyiləm, belə amma eləyəcəm ki, qəşəng neyək, adını paylaşaq. Bu bizim foyeden görüntüsüdür. Bir şey görünür, bir şey bəyəndim buralı, çox bəyəndim. Deməli, səhər yeməyində bugün qızlar şəkil baxalası deyirlər də, hər şəkil baxalası vardı. Bunu dünən bəyəndim, bamiyələr var. Şəkil veriyorsun sanki bugün. Belə şirniyyatlar çoxdur. Qəşəng ıslaq kek var, böyle mini şirniyyatlar var. Bunlardan götürdüm ki, dadına baxaram. Sonra meyvə qırıları var. Meyvələr var. Demək olar ki, pankek. Tamam, pankek yemədi Rasim. Pankek götürməzsən daha. Belə çörək, şirniyyat çeşidləri çoxdur. Təsəvvür edin qızlar, belə şanı bala kimi var. Mən də götürdüm hərəsindən. Burada da səhər yeməklər çeşidləridir. Yağ, şorxama, hər bir şey var. Dediyim kimi, sağlam qidalar üçün belə var. Hər bir şey. İdi belə. Bizim də götürdüklərimiz bu qədər. Omlet eləmişik. Uşaqlara yoxuşun omletdə sifariş verdik. Belə bir şeylər. Az hərəsindən götürmüşük, abartmamışıq, abartdığımızı düşünmüyorum. Evet, dedim öyle çayları gətirim. Rasim, dayan gözlə, şirin çay edeyim sonra Rasim. Rasim çox mutludur. Evet. Kaşa verin, yaxşı. Yaxın dur. Görürsün. Yaxşıdır. Belə özümüz telefonlarını gətirmişik ki, rahat otursunlar, yesinlər. Buranın kaşasını çox bəyəndi bu arada. Dünə də bir qab yiyib. Alın. Appa. Belə omlet eləmişik. Belə. Şirin çay məndə bu. Düzəldəcəm indi şirin çay, yəni sənəndə. Instagram üçün, həm YouTube üçün vlogu hazırlayıb paylaşdım. Ayda buranın torpağı ümumiyyətlə Göyçaydır, İsmayıllıdır. Buranın torpağı bilsən nətərdir? Torpaq belə lapatka vurursan topa aralanmır. Belə fikir versən oradan gördüm, bizdə də görmüşəm. Əvvəllər biz rayonumuza gedəndə Göyçaya lapsıq getdiyimiz vaxtda gələndə yazıq mamam necə ayaqqabılarımızı yuyurdu, palçıq olurdu. Dəyirdi ayaqqabılarımıza, getmirdi ki ayaqqabıdan, oranın palçığı yadımdadır. Hətta Allah ölənlərimizə rəhmət eləsin. Biz də babam rəhmətə gedəndə fevral ayı idi. Ay Allah, bütün paltarlarımız nə günə düşmüşdü. Şalvarlarımızın ətəyi falan şoran torpaqlar deyirlər də. Torpağımız da zəlildir. Tələdir. Düzəlidir deyir torpağımızda yapışır. Bu nə deməkdir ki? Ya mən sən yapışmışam ətəmirə. Kimə yapışıb qardaşım? Bir dənə o salam yazmağımı gördüm. Belə, hər arvadçı nədir? Hər zamancı o karıq koca qızlar atışmaları bizdə də olur. Belə, dağlara baxaq. Eve gedəndə sənə alarım. Qəşəng. Belə gedirik Lahıca. Görək Lahıcda nə var, nə yox. Lahıcda axırın səfər Rasim qucağımızda idi. Rasimə at almışdığı oradan. Nə idi o atın adı? Ay Allah, iki cür at var idi. Qarabağ atının oyuncağı vardı. Birini almışdıq Rasimə. Mən də onda Abbasa hamiləliyim idi. 3-cü ay falan idi də. Yatıma içəri bibin deyirdi ki, o ata baxmışam, ona oxşayacaq. Xoş gəlmirdi oyuncaqdan. Deyirdi ki, bu nə çirkin oyuncaqdır deyirdi. Bir cür adları vardı Qarabağ atı. İkisinin adını qoymuşlar. Lahıcdan oyuncaqlar satılan yerdə.
Abbas oldu. 21'də. 21-in avqustu idi elə. Bütün ölçülerde var adam. Azerbaycan'da mı? Azerbaycan'da da var. Ha. Brezilya'da yok. Var. Meşəyə baxın, necə gözəldir. Tamaz. Çox qəşəng. İsmail meşələri. Bu kadar halde. Nə gözəldir. Bilmiyorum. Bu kadar Amerika'da bir şeyde. Azerbaycan. Daxa çatdıq. Qəşəng görsəndir. Zərnaba. Burada çok şey. Nə qəşəng görsəndir. Ama ördeğin sesi diyor. Mənim ördək, cırcırama filan oldu. Bu ördəkdir. Ördək deyilmi? Qurbağa. Qurbağa səs deyil. Belədir bu. Arkadaşlar kurbağadır. Ayda nə qəşəng görsənir. Çox qəşəngdir. Buna bax aşağı. Ay. Yaxşı. Dağın üstündə. Yolda gidiyoruz. Elə buna baxın. Oydu o buz. Asim çevir. Abbas çevir oldu. Demək qızlar, maşını orada saxladıq və qəsəbəyə giriş burdandır. Düşdük burada. Biz elə bir ki, elə gəlib yuxarısında düşmüşdük. Yuxarıdan aşağı gəlmişdik. Yanına gerek. Ne? Yanına gerek. Ulan kim? Aslında bu. Maraşdan aldıq uşaqlara, Maraş. Çəkiyorsa içədir. Limonludur. Eli. Çəkiyorsa götürür. Bir dəqiqə. Götürüyorum limonlu. Verərdiniz də bundan. 2 manat buradan. Bu kızıl, bu limonludur, bu da kızıldır. Limonlu. Maraqlı. Bu nədir görəsən va bu? Mis qablar.
Kızlar bundan var abi. Bundan hikayen butikə gəlib. Var. Yavaş, ayağınızın altına bakın, yıkılmıyor. Bankomat da var hətta. Nasıl bunu aydır deşe dersin? Kızlar, burada belə aksesuarlar var, amma bunlar sırf, yəni çox aksesuarları var. Buradakı satılan şeylər şəhərdə olan şeylərdir də. Yəni necə deyim, mağazalarda da biz bunları görürük. Spesifik özlərinə məxsus deyil. Məsələn, Şəkidə elə deyil. Məsələn, ya mənə elə gəlir. Şəkidə elə deyil. Məsələn, bu yaylıqlar falan, məsələn, xüsusi öz ornamentləri bəzi yerlər, bəlkə biz düzgün yerində deyilik, bilmirəm. Nə bilim. Bunlar çoxu oyuncaq dükanlarında olan oyuncaqlardır, düzdür. Aksesuarlardır. Yəni brasletlər də hazır sakura braşlar falan belə şeylərdir. Düzdür, var içində ya belə, amma əksəriyyəti elə deyil. Tahta. Yedin hə? Xoşun gəldi? Nasıl bir düz axıra kimi? Böyle. Bu ne? Bu için bunu restoran zada alıp koyarlar yerdə. Relax çayı, detoks çayı. Günler, hibiskus, jasmin, qızılgül. Çəkli. Bunları özləri bilərək namışlı belə adlar qoyurlar. Ne istiyorsun? Babamın çay bağçası. Yəni sırf özlərinə aid edə bilirəm ki, heç nə yoxdur burada. Çoxu, yəni hər yerdə görə biləcəyimiz aksesuarlardır. Qurtardı? Neyini? Gəlin uşaqlar. Bildiğimiz bütün duaları okuya yol getiririk. Bura Allah haqqı. Çox qorxulu yer. Çok korkuyorum bir de. Evet, belə. Tabii yiyeceksin bundan. Bunlara qardalı verərsən. Gəldi ikinə. Kutab yeməyə. Burada deyəsən kutabları məşhurdur, yaman çox. Ha. Bu belə? Yemeyip ki, yemeyip. Yemeyip. Onda babasını ver. O şey de kırdı.
Elim yandı. Ağır az. Bax, hər tərəfini axtıyır. Sırlama. Gəldik qızlar otağımıza. Otağımızı qəşəng təmizləyiblər. Sularımızı yeniləyiblər. Pastellərimizi dəyişiblər. Dəsmallarımızı dəyişiblər. Gözəl, hər yer tərtəmiz, gül kimi sərgəli. Yorulduq bizdə. Dəhşət isti var. Dəhşət ha, yəni. Yorulduq çox. Belə göstərim sizə. Hazırlaşdım. Belə bir donum vardı. Görürük çəkli. Onu geyindim. Çantanı prosto götürəm özümlə. Əsas çanta bu deyil. Mən görüm. Bura qızlar Xırman restoranıdır. Mənzərəsinə baxın, necə gözəldir. Çox qəşəng, çox bəyəndim. Baskal kəndindədir. Çox gözəl. Mən çox bəyəndim. Biz həqiqətən. Bundan danışırlar. Belə. Yox, Okey deyirsən. Əməs mənim türkündə danışırlar. Hə? Yok yok. Komşudular. Qonşunu? Amma vur. Ermənistan Türkiyəni vurmur. Yok yok. Komşudular. Sən tez o tarafa bax. Yeniden. Yeni. Hə, qalxma. Yeniden tezde. Tezde. Hələ anladım. Dış. Yine Rasim. Geçti Rasim. Yeniden. Daş, kağıt, makas. Yox, hələ yox. Qalxma makas. Kəsdi, Abbas yiyəcək. Bax da, versem ora. Bax ora. Sen bax ora. Ha, şimdi yeniden. Aferin. Bizim yeməyimiz qızlar hazır, qəşəng. Mən də bir iki dənə şey çəkim. Bax. Birinci istədim bir gün vlog olsun, sonra fikirləşdim yox. Sabah bütün hər günü belə qarışıq götürərəm, bir dənə bütöv vlog eləyərəm buranı, İsmailini. Hər gün bir dənə maraqsızdır. Gülməli şeylər də. Güllərin üçün darıxdığımı fərqinə vardım. Ata gece oluyor yavaş yavaş. Gec olmuş. Ata. Haydi. Akşam geliriz de. Gel. Qızlar, belə göstərim sizə də kombinimi bugünkü. Göstərmişdim deyəsən bayaq. Belə yedik, içdik. İndi qayıdırıq evə. Gedək paltarımız evə, ev. Ancaq ev dedim. Ayaqqabılarıma baxın qızlar. Çox sevirəm bu ayaqqabılarımı. Ata vermene. Düzdür, keçid verirəm. Keç verirəm də, keç. Ay, bu qox nə yaxa. Niye aşağı basın? Aşağı kal. Niye aşağı basın? Bas. Aşağıda dur. Yok tamam. Ata yukarıda da yoksa aşağıda. Götürdülər. Şəfi verdilər bizə. Elə o şeylər, dəsmallar sən boydadır da. Nə? Bu çaysim gedə, yaxşı? Rasim. Abbas. Abbas yıklar.
yaşıyor ki? Son gecəmizdə qızlar bura müraciət edə bildik. Salam, salam. Demək, görək nə olur. Demək, bu hissəsi də qızlar belə maraqlıdır. Virtual burada belə oyunlar var. Burada hətta bowling belə var. Çox maraqlıdır. Xoşum gəldi buradan. Mənim influencer olduğumu bilib qızlar sağ olsun buranın rəhbərliyi xanım müraciət eləmişdi ki, düşüb burada 1 saat limitsiz şəkildə istifadə edə bilərsiniz bütün oyunlardan. Ona görə biz də elə neçə gündə deyib, gələn gündən deyib, düzgün desəm, nə bilim, hovuz falan deyərkən heç bir şeyə getmədik. İndi gəldik. Korkma. İndi fırlanacaqsan, bax. Korkma. Orada nəsə ateş atmalıdır. Ha, fırlanırsan. Burada ne süresi yani? Ayağım satır kalk. Yavaş. Ayağım birleşti. Dikkatli ol. Rasim o anında. Otur orada. Ne oldu?
Niye ata bilmiş? Atırdın atırdın. Yadımdan çıxmışdı səni çəkim. Axır-axırda tutdu. Həzdən niyə düzəldir? Həzdən düzəltməli deyil axı. Keçdik bowlingə qızlar. Ayda deyirsən mənə inşallah vura bilməz. İnşallah. Qəfik vuruşdurdu. Gözlər hazır. Ayda. Get çıxar. Keçdi məni deyəsən. Keçdi. Şöyle keçdi. Hele bir karpuz atır. Hele bir karpuz atırsan deyirəm. Yenə atırsan. Hələ bilinmir. Ana kesecek beni. 0. İkinci 2x olmalıydı axı. Bir tane de atırsan. Gözlə. Orada var da onunla yine götür. Rasip. Koy yerine. Buna bakayım. Altı kal. 16. 48 olacak yəqin ki. Axıncı deyil də. Yo 5. 20, 53 olacak yəqin ki. Evet, kızlar kumarda kaybeden aşkta kazanır. 50 şuttur. 5 tane. Ne 4 xalla unutdun cəmi. Getdik. Getdik inşallah. Billah, maraqlı paneldir. Uşaqlar burada oynayırlar. Arkasına bak. Kimindir? Başımı sensən, ha? Gəl bu tepədə biraz. Sürdə, hə? Gördün, sür döndər. Arkaya deyil, arkaya. Yox, oradan gəlməlisən. Dala qayı. Qasım qabaqdadır. Bugün son günümüzdür burada. Gəlmişik, adı bir şeyler götürək, yeyək, birazdan çıxacağıq. Saat hardasa 12 kimi çıxmağı planlayırıq. Yeməkdən sonra da, səhər yeməkdən sonra. Baxaq görək nələr var bugün. Ya da çox dolu bir səhər yeməyidir. Hər şey çox gözəl. Hə, dəyişiblər. Yerlərin fərqi dünən də dəyişmişlər. Nə? Bu tərəfdədirlər yəqin. Bax, gör bu tərəfdədirlər.
Belə. Üzücü bir sona doğru yakınlaşıyoruz. O başladı yəqin. Hə, orada. Baxın, maraqlı. Şu an bir şeyler hazırlayıb burada. Zeytin falan, hər bir şey var da, yəni. Çox qəşəng. Baxın, mən ümumi sizin çəkim, sonra başlayayım seçməyə mən də. Çörək çeşidlər, burada tost da var, burada tost da eləmək olur. Şinyatlar. Sos məsələ. Burada belə pirog da var bugün. Demək qızlar, artıq son. Buranı tərk edirik. Mənim üçün çox gözəl xatirələr oldu. Uzun müddətdən sonra sanki mənim həyatımda bu tətilin önəmi bir başqadır. Sanki tilsimi sındırdıq. Bilirsiniz ki, çox çətin günlərdən keçmişik. Hal-hazırda da elə çətin günlərdən keçirik. Yaxın zamanda bəzi şeylər konkretləşəcək deyə. Əslində çox stressliyəm. Bu tətildə amma fikirləşməməyə çalışdım. Vaxt biraz oldu bizim üçün, vaxt qazanmış olduq. Nə bilim, haqqımızda xeyirlisi deyək, daha da gözəl tətillərə, daha da gözəl yerlərə, sizlərlə bir yerdə inşallah. İnşallah bütün xanımlar həyatda ən gözəl şeylərə layiqdirlər deyə düşünürəm. Mən də, siz də, çünki biz çox əziyyət çəkirik. Mən özüm də istəyir psixoloji, istəyir mənəvi, fiziki, fərqi yoxdur. Ona görə də hər şeyin ən gözəli bizlərə nəsib olsun inşallah deyirəm. Çat. Belə. Gəl. Dönün. Gəldik qızlar, yenə Qayalıya. Qaydırıq deyə düşündük Qayalıdan nə lazımdır alaq yolda. Da bir də yolda özümüzə evə çatana yaxın heç yerə düşməyək. Deyirlər ki, güya ışıqlar sönüb. Zəng edim qonşuma, yəni güya deyəndə həqiqətən ışıq sönüb, su kəsib. İnşallah ki, biz gələnə ev çatana yanar. Bir görək nə edirik. Bir iki şey götürək. Abbas özündən görün hansı dondurmadan götürüb. Abbas. Anayı da göstər alayım. Ya başlayalım. Yaxşı, gəl. Salam. Ali vermək zaman. Ye baxım. Ye də. Götür də, yox. Atamatlar. Qızlar, biz şükür Allaha gəldik, çatdıq, biləcəkdik. Xəbər eləmişdilər ki, qonşularım ki, su, işıq kəsilibmiş dünən Biləcəridə. Bugün gəlir, şükür Allaha. Gəlir, bax, işim. Hə, indi gəlir. Amma çox küləkdir, bura yaman küləkdir bu günləri. Böyle istəyirəm bu vlogu buradaca yekunlaşdırım. Tətil vlogumuz, son tətil vlogudur bu. Dediyim kimi, keçən vlogda da demişdim, əslində yeni təkrarlamaq istəyirəm qızlar. Uşaqların yaşına görə, ümumiyyətlə, məsəl üçün, indi hal-hazırda oteldə 15% indirim var da, kotejlərə, otaqlara. Ona görə də, yəni hər günə, mən deyim, məsəl üçün, bu qiymətdir, siz deyəcəksiniz ki, məsəl getdik, bu qiymət olmadı. Ona görə zəng edirsiniz, pulsuz bir şeydir, yəni rahat zəng edirsiniz, soruşa bilərsiniz, bu sizin haqqınızdır, məlumat ala bilərsiniz qiymətlərlə bağlı. Instagramda Baskal Resort and Spa belə yazırsınız, çıxır. Elə Baskal yazan kimi avtomatik birinci elə bizim qaldığımız otel çıxır. Orayla əlaqə saxlayın, qiymətlərlə məlumat olun. Bundan qabaq sağollaşa bilmədim, çünki sağ olsun Rasim. Belə, yəni gəldik, qarpız da alsın yoldaşım, dedik gedək evə. Belə, qızlar, hər bir xanım yaxşı günə, yaxşı şeylərə layiqdir. Hər birinizə arzuluyuram ki,
daha gözəl, daha qəşəng günlər yaşayaq. Əziyyət çəkirik, əlbəttə, zülm çəkirik. Çox istəyirəm ki, hamı xoşbəxt olsun. Yəni nə bilim, qadınlar xoşbəxt olanda mən çox sevinirəm. Əsas məsələ necə deyim? Düşünürəm ki, hər birimiz yaxşı günə layiqik. Yəni hamımız çünki əziyyət çəkirik, hərəmiz bir cür bu həyatda çəkirik, çətinliyimiz. Təbii ki, hər şey göründüyü kimi dörd dörtlük olmur heç kəsin həyatında. Bunu şablon söz kimi təkrar vurğulamaq istəmirəm. Məsələn, şəxsən bizim üçün bu dəqiqə o qədər çətin günlərdir ki, normalda beynimiz elə bir açılsın deyənə getdik də harasa. İnşallah ki, yaxşı olar. Nə oldu? Hə, inşallah ki, yaxşı olar, hər şey daha gözəl olar hamımız üçün. Öpürəm sizi, özünüzdən müğayət olun, Allaha əmanət olun, rəylərinizi gözləyirəm.